Salam hörmətli izləyicilər. Bu gün sizə OTK-nın birinci sınağının dil qaydası sualının izahını vermək istəyirəm. İkinci sualdır. Sözlərin yalnız birinə aid olan fikirlə müəyyən edin. Biz görürük ki, uşaqlar, burada iki dənə söz verilib. Dekorativ, bir də duet. Və onlardan yalnız birinə aid olsun. 1. Ahəng qanunu tabidir. Biz baxırıq, dekorativ. Bu da ahəng qanunu tabi deyil. Duet də ahəng qanunu tabi deyil. Ona görə biri çıxırıq. Bizə lazım birisinə aid olsun. Tərkibində dodaqlanan sait iştirak etmir. Duet sözündə u var. Dekorativ sözündə isə bizdən dodaqlanan saiti soruşursa, onda dekorativ sözündə o yoxdur. A var. A kimi tələffüz olunur. O necə tələffüz olunur uşaqlar? A kimi. Ona görə dekorativ sözündə də dodaqlanan sait yoxdur. Bu yalnız duetə aid olduğu üçün 2 doğrudur. 3. Tərkibində həm kar, həm də cingilti samiti var. Dekorativ sözündə var d, v. Duet sözündə də d var. Hər ikisində olduğu üçün 3'ü çıxırıq. Deyilişi ilə yazılışı arasında bir fərqli məqam var. Deyilişi və yazılışı arasında fərqli olan yalnız dekorativdir. Duet yazıldığı kimi deyilir. Ona görə yalnız birinə aid olduğu üçün 4'ü də götürürük. 5. Kar samitlə başlayır, cingilti samitlə bitirir. Biz görürük ki, heç birisi kar samitlə başlamır. Hər ikisi cingilti samitlə başlanır. Ona görə bu da yanlışdır. Cavabımız oldu uşaqlar 2, 4, B bəndi. Əgər yararlı oldusa, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sağ olun.